Salam. Bugünkü mövzumuz radiator aşağıdan qoşulduqda, yəni girişlə çıxış aşağıdan qoşulan zaman niyə radiator bütövlüklə isinir? Ancaq giriş yuxarıdan, çıxış aşağıdan olduqda isə bu belə olmur. Radiatorun yuxarısı isti olur, aşağıya doğru getdikcə soyuyur. Yəni bu ən yaxşı halda hardasa 10 dərəcə soyuyur. Ancaq həyət evlərinin çoxunda bu rəqəm 10-dan yuxarıdır. 15, 20, 25, hətta 25 dərəcədən də yuxarı temperatur fərqi olan evlərə rast gəlinir. Və bu dərəcə 20 temperatur fərqi 20 dərəcədən yuxarı qalxdıqda elə radiatorun ön hissəsi görürsünüz ki, aşağıdan yuxarıya doğru soymağa başlayır. Yəni nə qədər çox yuxarıya temperatur fərqi nə qədər çox olarsa, radiatorun ön hissəsinin soyması da bir o qədər çox olacaq. Bu ancaq alüminium radiatorlara xas olan bir xüsusiyyətdir. Yəni panel və yaxud çuğun radiatorlarda biz bunu hiss eləmirik. Ona görə ki, onların da su köynəyi ön hissədədir, irəlidədir. Və biz su köynəyinə əlimizi dəyə bilirik və oradakı istini hiss eləyə bilirik. Hətta həmən deyək ki, panel radiatorda 25 dərəcə temperatur fərqi olduqda girişlə çıxış arasında, deyək ki, yuxarıda 75 dərəcədə, aşağıda olacaq 50 dərəcə. Biz 50 dərəcəyə də əlimizi dəydikdə bilirik ki, 50 dərəcə istidir, əlimizi yandırır və onun istisini hiss edirik. Ona görə də çox vaxt deyirlər ki, panel radiatorların istilik verməsi daha yüksəkdir, daha yaxşı isti verir. Əslində isə bu elə deyil. Məsələn, bunun 80 santını harasa 1800-2000 watt isti verir. Panel radiatorların isə 80 santını harasa 1500-1600 watt isti verir. Alüminium radiatorlarda bilirsiniz ki, ön hissədə burada su köynəyi yoxdur. Baxın, bizim bu əlimizi dəyib isti axtardığımız yerdə su köynəyi yoxdur. Yəni orada isti də yoxdur. Gəlin mən sizə göstərim. Baxın, bu alüminium radiatorun ön hissəsini görürsünüz. Baxın, burada görürsünüz ki, bu nazik bir təbəqədir. Alüminium təbəqədir. Burada su köynəyi yoxdur. Bu deyək ki, hava köynəyidir. Radiatorun içərisindəki istiliyi yuxarı daşımaqdan ötəri lazım olan hava köynəyidir. Bunlarda su köynəyi bilirsiniz ki, burada ortadadır. Baxın, bu çıxıntı görürsünüz ki, su köynəyidir və su köynəyi ortadakı iki ara kəsmənin arasındadır. Yəni istilik oradadır, əsas istilik. Ön hissədə və arxa hissədəki bu kanallar hava kanallarıdır və bu istiliyi, oradan çıxan istiliyi, baxın bunu sizə göstərim. Baxın, bu ortadadır. Bu ortada onu görürsünüz. O aradan çıxan istini də yuxarı daşımaqdan ötəri lazım olan hava kanalıdır. Və burada görürsünüz ki, alüminium radiatorların quruluşu necədir? 2 dənə belə qoldur aşağıda və yuxarıda. Baxın, o 2 dənə qoldur və onları bir-birinə birləşdirən bu su köynəkləridir. Və alüminium radiatorlar həmən istiliyi, daxilindəki o istiliyi bizə konveksiya vasitəsilə verir. Konveksiya nədir? Konveksiya havanın hərəkətidir. Yəni havanın sirkulyasiyası da deyə bilərik biz buna. Bu yerin cazibə qüvvəsinə uyğun olaraq baş verən təbii bir prosesdir. Elə bil ki, havalandırma sisteminin təbii formasıdır. Bu necə baş verir? Bilirsiniz ki, isti hava, daha doğrusu hava da su kimi soyuduqda onun sıxlığı artır. Yəni çəkisi artaraq, ağırlaşaraq aşağıya doğru hərəkət eləyir. İsindikdə isə əksinə, yüngülləşərək yuxarıya doğru hərəkət eləyir. Yəni baxın, bu otaqdakı ən soyuq hava həmişə döşəmənin üzərindəki havadır. Ən isti hava isə yuxarıda tavanın aşağısındakı havadır. Su da eynən radiatorun içərisindəki ən isti su həmişə yuxarıda, ən soyuğu isə radiatorun aşağısında olur. İndi konveksiya necə baş verir burada? Baxın, həmən soyuq hava daxil olur bizim radiatorumuzun içərisinə. Orada isinərək, yüngülləşərək, bu kanallar vasitəsilə yuxarı qalxaraq, baxın, buradan yuxarıdan çıxaraq bizim evimizi isidir. Alüminium radiatorların istilik vermə gücü, bax, buradan çıxan havanın temperaturundan və onun sürətindən asılıdır. Yəni, temperatur və sürəti nə qədər yüksək olarsa, bu radiatorların istilik vermə gücü də bir o qədər isti olacaq.
bir o qədər yüksək olacaq, bağışlayın. İndi gəlin baxalım qoşulmaya görə bu proses konversiya necə baş verir. Birinci elə yuxarıdan qoşulmaya baxalım. Giriş yuxarıdan, çıxış aşağıdan var. Burada görürsünüz ki, hərəsi bir qola birləşibdir. Yəni isti su yuxarıdadır, yuxarıdakı qola, soyuq su isə aşağıdakı qoldadır. Yəni isti suyu soyuq su ilə, yəni çıxış suyu ilə, giriş suyu çıxış suyu ilə heç cürə qarışa bilmir. Yəni giriş suyu deyək ki 70 dərəcə daxil olubdur bizim radiatorumuza. O aşağıya gəlib çatmaqdan ötəri ən azı 10 dərəcə soymalıdır. Yəni aşağıdan ən yaxşı halda 60 dərəcə ilə çıxa bilər. İndi burada temperatur fərqi necə olacaq? Yuxarıda 70 dərəcədir. Biz götürək ki, bizdə ən yaxşı haldadır 10 dərəcə soyuyubdur. Aşağıdan 60 dərəcə ilə çıxacaq. İndi döşəmənin üzərindəki soyuq hava daxil olur bizim radiatorumuza aşağıdan 60 dərəcəyə. 60 dərəcədə isinən hava yüngülləşərək yuxarıya doğru hərəkət eləyir. Yuxarıya qalxdıqda artıq orada 60 yox, 61, 62, ortaya çatanda 65 dərəcə. Yəni bu yuxarıya qalxdıqca isinərək yüngülləşib sürəti artır və gəlib radiatordakı ən yüksək temperaturdan 70 dərəcədən çıxacaq. Deməli, bu cür qoşulmada nə baş verdi? Həm sürəti artdı, həm də radiatordakı ən yüksək temperaturdan çıxdı. İndi isə baxaq aşağıdan qoşulduqda nə baş verir. İndi 70 dərəcə ilə gələn su kombidən daxil olur bizim radiatorumuza aşağıdan. Bu zaman nə baş verəcək? Düz yarıdan. Burada 10 seksiyədir. 5 seksiyadan su yuxarıya doğru hərəkət edəcək. Ancaq burada bir iş var ki, su yuxarıya qalxdıqca istiliyini otağa verərək qalxdığı üçün orada yuxarıda heç vaxt 70 dərəcə olmayacaq. Və təxminən 66-68 dərəcə civarında olacaq. Götürək 67 dərəcə. 67 dərəcə ilə yuxarıda hərəkət edən su yuxarı qalxdıqdan sonra artıq yuxarı ilə hərəkət edəcək və istiliyini otağa verib soyuyan su artıq oradan aşağı 5 dənə seksiyadan aşağı düşəcək. Aşağı düşərək geri çıxışla kombimizə doğru hərəkət edəcək. İndi burada bir məsələ də var ki, bunlar aşağıdan ikisi də eyni qola birləşdiyi üçün burada giriş suyu ilə çıxış suyunun qarışmaması mümkün deyil. Çünki onlar ikisi də eyni qoldadırlar və müəyyən sürətlə 5 yarıya qədər müəyyən sürətlə gələn isti su orada birdən-birə dayana bilmir. Çünki ortada ara kəsmək yoxdur. Nə qədər yuxarıya qalxsa da giriş suyunun müəyyən bir hissəsi artıq çıxış suyuna qarışaraq kombiyə doğru hərəkət edəcək. Bu da nə deməkdir? Deməli, kombidən gələn isti suyun müəyyən bir hissəsi öz istiliyini otağa verə bilmədən geri kombiyə doğru gedəcək. İndi isə baxaq konversiya necə baş verir. Baxın, indi döşəmənin üzərindəki həmən soyuq hava daxil olur bizim radiatorumuza aşağıdan 70 dərəcəyə. 70 dərəcədə isinən su yüngülləşərək yuxarıya doğru hərəkət edir. Yuxarıya qalxdıqda isə artıq orada 71, 72 yox, əksinə 69, 68 dərəcədir. Yəni yuxarıya qalxdıqca isinərək sürəti artmaq əvəzinə bu əksinə soyuyaraq sürəti aşağı düşür və gəlib yuxarıdan 67 dərəcədən çıxacaq. Deməli, bu cür qoşulmada nə baş verdi? Konversiya həm zəif getdi, konversiyanın sürəti azaldı, həm də ki, radiatordakı ən yüksək temperaturdan çıxmadı. Və bunun isinmə səbəbi də budur ki, konversiya zəif getdiyi üçün radiatorun daxilindəki istini bizə effektiv dərəcədə verə bilmədi. İsti radiatorun içərisində qaldığı üçün radiatorumuz bütövlükdə isindi. Ancaq yuxarıdan qoşulanda niyə radiatorun aşağısı soyuyur? Bu da konversiyanın sürətinə asılı olan şeydir. Yəni biz bilirik ki, soyuq hava aşağıdadır. Həmən hava yuxarı qalxdıqda özü isindiyi kimi radiatorun aşağısında isidir. Yəni özü nə qədər çox isinərsə, radiatorun aşağısını bir o qədər az isidəcək. Bunun soyuma səbəbi də odur. Yəni bizi bu cür qoşulmada bu radiatorlar artıq bizə az qalıb dil açıb deyir ki, mənim bu otağı isitməyə gücüm çatmır. Ya mənim sayımı atır, ya da otağın istilik itkisini azaldır. Baxın, radiatorlar
istilik vermə gücü necə hesablanır? Sizə bax, bu radiatorun istilik vermə gücü delta 70-də 200 vattdır. 1.80-in istilik vermə gücü 200 vattdır. Bu necə hesablanır? Bu 200 watt istilik verməkdən ötürü bura daxil olan suyun temperaturu 95 dərəcə olmalıdır. Bir seksiyadan keçən suyun miqdarı saniyədə 100 qram olmalıdır. Atmosfer təzyiqi önəmlidir ki, 95 dərəcədə su qaynamasın. Və bir də radiatorun qoşulması, yəni giriş yuxarıdan, çıxış aşağıdan olmaq şərti ilə qoşulmalıdır. Yəni bunlardan hansısa birisi bu parametrlərdən öz göstəricisini dəyişərsə, radiatorun istilik vermə gücü aşağı düşəcək. Deyək ki, buradan məsələn 75 dərəcə, 95 yox, 75 dərəcə su daxil olarsa, artıq radiatorumuz 200 watt yox, 130 watt istilik verəcək. Və yaxud əksinə, biz girişi də, çıxışı da aşağıdan qoşuruqsa, yenə də radiatorun istilik vermə gücü 12-13% aşağı düşəcək. Yəni artıq 200 watt yox, arası təxminən 175 watt isti verəcək. Bax, bu bütün dünyanın qəbul etdiyi bir standartdır. Yəni dünya əsasən Avropa standartını önəm götürür, hamı onu qəbul edibdir. YN 442. Bunun məsəl üçün MDB variantı da var, 31311. Yəni Azərbaycan da onu qəbul edibdir. Biz MDB variantından yəqin ki, Azərbaycan qəbul etdiyi kimi o standart bizdədir. İndi bilməm, Avropa standartı da bizdə keçərlidirmi? Bütün bu standartlar eyni şeydir. Hələ ki, bunun əksini sübut edə bilən heç kəs yoxdur. Yəni bundan ötürü yerin cazibə qüvvəsi dəyişməlidir. İndi radiatorun ön hissəsinin soyuq olmasından narahat olanlar ev sahiblərinə müraciət edir. Əgər sizə onun istilik verməsi yox, isinməsi lazımdırsa, bundan ötürü usta çağırıb, pul da verib onun yerlərini dəyişdirib aşağıdan qoşmaq lazım deyil. Elə radiatorun aşağısını bağlayın ki, altdan yuxarı konveksiya getməsin. Onda görəcəksiniz ki, hətta aşağıdan qoşulandan da yaxşı radiatorunuz isinir. Yox, onun radiatorun istilik vermə gücü sizə lazımdırsa, bu zaman giriş yuxarıdan, çıxış aşağıdan olmaq şərti ilə qoşulmalıdır. Bu dünya standartıdır. Bütün dünya bu cürə radiatorun istilik vermə gücünü hesablayır. Sağ olun. Hələlik bu qədər.